Nə evdir, nə küçədir, nə palatqadır, nə ümumi yataqxanadır. 3 metr uzunudur, 2 metr 20 santıdır eni. Qabaq bizim hamam oldu. Aboylamışam, oturmuşam. Hamamxanada. Bəli, atamın həyətində. Mənə söz veriblər. Gözəl insanlar mənə söz veriblər, sənədli bir film çəkiləcək. Mənim həyatım orada canlanacaq. Mən utanmıram tamaşaçıdan. Bəs axı sizin bu dəqiqə videoya baxanda, ondan sonra qızıl gümüş, ondan sonra baxanda axı siz kasıba oxşamırsınız. Nə var egnimdədir? Çünki studiyaya gəlirəm, aldıqlarımın yarısını özümə xərcləyirəm. Çünki əvvəldən axı yaxşı geyinmişəm, yaxşı olub, ərköyün böyümüşəm. Elə adam var ki, bu dərdləri danışanda heç bir dənə bunu da salmaz. Mən həyatda necə varamsa eləyəm. Mən rola girməyi bacarmıram. Elə insanlar var ki, milyonları var, gizlədir. Bax, məndə nə var üstümdədir. İndi harda işləyirsiniz özünüz? Mən indi hər gün səhər saat 5-də azan çəkiləndə hərdən Şəhidlər Xiyabanından azanın sesi gəlir, bizə bayıldı da. 5-də dururam yuxudan, 6-nın yarısı evdən çıxıram, gəlirəm, bir kinoteatr var. Uşaqlarımız bilir, istəmirəm çox efirdə onu. Amma görənlər indidir, düz deyir, görmüşük. Milyonlar baxır. Hörmətli tamaşaçına yalan demək olmaz. Zənglər olar bura. Deməli, 6-nın yarısı orada qaranlıqda gəlir. İstir qar olsun, istir yağış olsun. 9-a qədər oranı yığışdırıram. 3 mərtəbədir. Onun yumağı var. Kinoteatrı. Bəli. Oranı yığışdırıram, tələsə-tələsə. Soyuq sularla təsəvvür edin, orada isti su yoxdur. Söz vermişəm, mən özümə ağlamayım. Çünki heç vaxt düşmənin qabağında mən əyilməmişəm. Heç kəs də mənə ekranda rişxand eləməz ki, sizə bu niyə düşmən belə? baxmır, dost baxır, narahat olmayın. Mən elə də bilirəm. Çünki mən necə yiyib, heç nəyə vecmə alan qadınlardan olmamışam. Mən ev almışam, əzab 30 ildir işləyirəm. Bunu yenə də mənə müharibə elədi.